Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Cavadxan qəsəbəsində, yəni avtozavodda Pafaktu 6, ancaq sənəddə 5 sot olan, bax qarşıda gördüyünüz böyük bir zalın koridor proyekti, 1 zal 4 otaq olan, bax belə bir həyət ev satılır. Təmirini görsünüz, yaşayış olmayıb, çox yaxın illərin deməli tikilişidir. İndi mən sizə zalını göstərirəm. Zalın uzunluğu 8, eni 5 metrdir. Pəncərələri Evrodur. 2 qat kubiklə hörülüb, kürsülüdür. Deməli mən sizə hal-hazırda patologunu göstərirəm. Qaz və işıq sayqaçları qoyulub, hal-hazırda da istifadə olunur. Polları taxtadır. Sənədi ilkin sənəddir. Arxiv var. Bildiyiniz kimi ilkin sənəd ilə hal-hazırda deməli etibarnamaya yolla satılır. İnsə ən böyük otağa keçirəm. Bu otağın ölçüsü 6'nın 4'ədir, hündürdür. 3 tərəfdən, 4 demirəm, 3 tərəfdən, çünki bir tərəfdən barısı o qədər də yuxarı qaldırılmır. 3 tərəfdən barısı var. Bax bura yenidən patologunu görmək mümkündür. Polunu görürsünüz. Bu otağın ölçüsü 6'nın 4'ədir. Koridor proyektlidir. Bax belə bir həyət evinin qiyməti 110.000 manatdır qiymətində. Mən bildiyimə görə razılaşma olmalıdır. İnsə otaqlardan birinə keçirəm. Bax bu otağın ölçüsü 3,5-ın 3'ün 4,5-adır. Bax yenidən yuxarı hissəsini görmək mümkündür. Bax belə deməli evdə qalan olan əşyalar, xaladilnik, paltoriyan maşın, qazı peç, kondisioner evdə qalır. Yenidən otaqların necə yerləşməni mən sizə göstərirəm. İndi isə ölçüsünə görə mən elə gəlir ki, ən kiçik otağa keçirəm. Bu otağın ölçüsü 3,5-ın 4'ədir. Bax bu cürdür. Deməli bu həyət evi tanıdığımız kimi, eşitdiyimiz kimi hal-hazırda bu cürdə bilirik. Komandirin küçəsində yerləşir. Bax burası deməli 4'ün 4,5-adır. Bax yenidən mən sizə həmin otağı göstərirəm. Asfalt yolun kənarıdır. İstil sistemi biti minutkadır. İndi isə hamamına keçirəm. Bax görülən işlər hal-hazırda o görülmüşlər bunlardır. Burası hamamıdır. Qarşıda isə həmin zonadır. Asfalt yolun kənarındadır. Hal-hazırda həmin yolla 38 nömrəli marşrut işləri. Ancaq bildiyiniz kimi yaxın günlərdə həmin marşrut savremenli avtobusla əvəz olunacaq. Yenidən mən sizə deməli otaqların qapılarını göstərirəm. Bax 1 otaq, 2 otaq, qarşıda 3-cü otaq, böyük zal, 4-cü otaq. Burası deməli mətbəxidir, 4'ün 4'ədir. 4'ün 5'ədir. Burası bax qapıdan giriş hissəsidir, darvazası var. Həmin asfalt yolun komandirin küçəsində yerləşən asfalt yolun kənarında yerləşir. Yəni qəsəbənin girəcəyində yerləşir. Əllərin quruğundan gəldikdə qiymətin 110.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Hansı əşyaların qalmağı haqqında mən sizə məlumat verdim. Bax belə sizlərə uğurlar.